çıxmışdıq gəzməyə. Təsadüfən belə bir, nə deyirlər buna, maşın sərgisi gördük. Pulsuzluq girdik. Volkswagen-in sərgisidir Friedrichstrasse-də. Maraqlı maşınlar var. İndi oranı gəzirik. Sonra gedəcəyik şokolad almağa, hədiyyələr almağa. Biraz gezəcək. Bugün hava əladır. İndi sizin üçün də çəkim. Nə qəşəng görsənsən? Sən necə gəlsən? Elə bir maşın içində oturmuşsan. Nə maraqlı. Buna baxın, nə maraqlıdır. Arxa təkərləri. Tarelkaya oxşuyur, uçan tarelka. Arxası da belə maraqlıdır. Həqiqətən elə bir bu dəqiqə uçacaq. Volkswagen keçibi görmüşdünüz. Volkswagen makaronu. Burada belə şopdur. Güzeldir. PlayStation'da. Baxın, birinci PlayStation. Köhnə. Bizdə də var bundan, amma bunun balacasıdır yox. Bizdə də var, Salih almışdı. Bu da deyəsən köhnə notebookdur. ThinkPad. Bu da köhnə telefonlar. Yadınızdadır. Mənim birinci telefonumdur, belə qapaqlıydı. Baxın, burada belə van var. Çox qəşəngdir. Belə bir dənə van alırsan. Gedib gəzirsən. Düz bu çox balacadır. İndi daha qəşəngləri var. Səyahət falan üçün. Çox gözəl. Baxın bu rənginə. Çox qəşəngdir. Buradakı şokoladlara baxın. Çox dadlıdır. Dadına baxdıq. Dəhşət dadlıdır. Düzdür, hamısını yox, amma bəzilərinin dadına baxdıq. Few moments later. Biz çıxmışıq gəzməyə. Kameramı götürməmişəm, amma dedim telefonla nələrsə çəkim. İndi gedirik, burada belə bir dənə ara küçə var. Çox qəşəngdir. Orada gezəcəyik. Berlin Dom tərəflərdədir. Gəlsəz, asan tapa bilərsiniz. One eternity later. Salih məni 8 Mart'a masaj hədiyyə eləmişdi, ora gəlmişəm. Gəlmişəm sauna olan səyə. Mən çox da qala bilmirəm saunada. Maksimum 5 dəqiqə. Burada belə paltar qoyublar. Paltar dediyim məhrəban. Belə. Saunadan çıxdım. Gəldim masaja. Masaj, heç spa bitdi. İndi yəqin saçımı qurudub evə gedəcəm. Təəssüratlarımın üstünə bölüşərəm.
Dostlar, mən evə gəldim. Saçımı yudu, biraz qurutdum. Çox bəyəndim. İnanılmaz gözəl idi. Yəni həyatımda aldığım ən gözəl hədiyyələrdən biri idi. Çox gözəl idi. Birinci saunaya girdim. Daha sonra masaj. Masaj indiyə qədər olduğum masajlar arasında ən gözəl idi. Vyetnam masajıymış. Spa daşları ilə masaj elədi. İlk dəfə idi. Yəni çox yerdə masaja getmişəm. Yəni bizdə Four Seasons-dan tutmuş. Balidə, Şri Lankada heç yerdə belə masaj eləməyiblər. İnanılmaz idi. Çox fərqli idi. Yəni bilmirəm də, yəni üz masajı da elədi, baş masajı da elədi. Çox belə aramla, necə deyim, səbirlə çox gözəl masaj idi. Belə inanılmaz rahatladım və ən xoşuma gələn şeylərdən biri də yağla masaj edir, daha sonra isti dəsmalla onları sildi. Üzümə belə isti dəsmal qoydu. Nə bilim, çox belə ləzzət elədi. Ondan sonra mən artıq dururdum, dedi, "Yox, hələ bizdə hair spa var." Dedim, nə gözəl. Çoxdan da bunu sınamaq istəyirdim əslində. Bilmirdim ki, bu setə də aid imiş. Çox gözəl bir his idi. İnanılmaz belə çox gözəl ətirli şampunla saçımı yudu. Ümumiyyətlə bu Asiya tərəflərdə, Yaponiyada da elə idi, yadımdadır. Bütün bu baxım məhsullarının qoxusu inanılmaz gözəldir. Çox gözəl idi. Çox belə zövq aldım həqiqətən də. Bilmirəm indi Bakıda bu var yoxsa yox, amma nə vaxtsa hair spa eləməyə şansınız olsa mütləq yoxlayın. Çox gözəldir. Düzdür, bilmirəm hər yerdə eynidirmi yoxsa yox. Yəqin ki, ən yaxşı Vyetnamda olar, çünki xanımlar özləri də Vyetnamdan idi. Nə isə sizlə də bölüşmək istədim. Təsəvvür edirsiniz, qulaqlarımın içinə qədər yudu. Yəni şokdaydım özüm. Saçımı, yəni siz insan özü öz başını necə yuyursa elə yudu. Adətən salonlarda falan saç yuyurlar, saç kəsməmişdən öncə. Sadəcə belə də yola verən sadəcə yumaq xəttinə yuyurdu. Bu amma bildiyiniz, yəni belə türklər demiş foşur yudu saçımı. I'm speechless. Yəni ac qarnına durub səhər 11-dən getmişəm. Sauna, masaj filan söhbətlə. Bugün me time elan eləmişəm. Saat indi 2-dir. Ümumi paket 2 saat idi. Həqiqətən də 2 saat, bəlkə də 2 saatdan çox olmaz. Demişəm ki, 2 saat çəkdi. Çox bəyəndim. Bilmirəm, adını qeyd eləyərəm. Bilmirəm, Berlinə gəlsəz bəlkə nə vaxtsa şansınız olsa belə bir yerə getməyə mütləq gedin, yoxlayın. Gedim yemək yeyim. 3 hours later. Saçıma kraska qoyuram. Bugün bu ikisi istifadə edəcəm. Bunu tam qoyacağam. Bunu isə yarısını qoyacağım. Bir də biraz bu Igora 22-dən fındıq qədər əlavə edəcəm. Bu dəfə belə bir qab götürmüşəm. Çünki normal kraskalar məncə yerləşməyəcək, balaca olacaq. Ona görə burada qatacağam. Son zamanlar mən kraskanı belə kəsərək bütün içini boşaldıram. Görürsüz, hamısı çıxdı. Nəysə, bunu boşaltdım. İndi digərinin yarısını boşaltacağam. Məncə bəsdir. Bu Igoranı istifadə edəcəm. Bu saça narıncılıq verməmək üçündür. Çox az ama qatmaq lazımdır. Gördüyüm videolara əsasən bir fındıq qədər. Məncə bəsdir. Təxmini fındıq qədər olar deyə düşünürəm. Özümə belə bir arxaya güzgü qoymuşam. Bilməm, buradan görünür yoxsa yox. Arxasını görün deyəm. Bir də bu kraskanın içindən belə bir şey çıxır. Bunu ilk öncə bütün saça vurursunuz ki, saç daha az zədələnsin. Sırf bu Schwarzkopfda var bundan deyim ki, digərlərində mən görməmişəm. Buna görə bunu birinci bütün saçıma vuracağım. Bilmirəm, cızırtıdan nəsə eşidirsiniz yoxsa yox. Əslində baxdım ki, dibləri falan çox gəlir. Bilmirəm, görünür buradan yoxsa yox. Xoşum gəlmir o görüntüdən. Düşündüm ki, bəlkə saçlarımı fenləmişkən daha yaxşı görərəm harda, belə deyim, rəng keçidlərində problem var. Daha rahat olar belə rəngləmək. Ona görə rəngləmək qərarına gəldim. Biraz da saçımı kəsdim. Bu bir dənə metod var, belə yığırsınız, önə gətirirsiniz saç rezinləri ilə. Çox kəsmədim, bir balaca qat kimi verdim ki, güyədən. Düz onsuz da düz bir həftə sonra Bakıya gedirik. Ayda, vaxt çox tez keçir. Bir həftə qaldı. Saçımı kəsdirəcəm orada onsuz da. Bitdi məncə. Bunu görürsünüz. Arxadan başlayacağım.
2,000 years later. Burada kargonun birində rus bir dənə oğlan var. Həmişə artıq bilir, tanıyır deyə familiyamızdan bilir ki, biz rusca bilirik. Həmişə o gətirir. İndi o gəlib. Mən bu vəziyyətdə gördü, gülmək tutdum. Nəysə götürdüm. İndi davam eləyək, demək olar bitir. Yəni ki, bunu tezləşdirilmiş formada əlavə eləyəcəm. Bitirdim. İndi 10 dəqiqə saxlayacağam. Buradan baxırdım. 15 dəqiqə olubdu. 10 dəqiqə saxlasam kifayət eləyir. Ondan sonra da yuyacağam. İlk öncə qaşlarımı yuyacağım. 33, 24 məncə kifayətdir. 33, 10, 43-də saçlarımı yumaya girəcəm. Son nəticədə sizinlə bölüşərəm. Hələlik. The next day. Hellolar. Amazondan bağlamam gəlib. Gəlin birlikdə baxaq. Burada baxım məhsullarıdır. Hamısı demək olar. İlk dəfə də əslində özüm Amazondan nəsə sifariş edirəm. Çünki həmişə Salih sifariş edirdi. Gəlin baxaq nələr var. Bu mənim bağlamam deyil. Bu Salihin bağlamasıdır. Özünə əlcək və termal nəsə sifariş edib. Bakıya hazırlaşır, Xizəyə gedəcək. Ona görə. Mənim bağlamam demək o birisiymiş. Amma burada mənim adım yazılı, bax elə bildim. Yox, bu Salih. Bir dəqiqə öz bağlamamı gətirim, gəlirəm. Bəli. Mənim bağlamam budur. Gəlin birlikdə baxaq. Yəni evə nəsə təzə bağlama gəlirsə ya da alış-veriş eləyiriksə, mütləq mochi gəlib iynəyir. Görürsünüzsə, buradan da getdi. Mütləq baxmalıdır ki, o nədir? İndi kamera arxasındadır. Bilmirəm, burada hamısı da yoxsa yox. Deməli, bu Medicube-un PDR-in olan serumundan yenə sifariş elədim. Çünki çox xoşuma gəldi, effektiv falan bitirdi. Ona görə yenisini aldım. Daha sonra göz kremim də bitirdi. Belə bir göz kremi almışam, amma üstündə heç nə yazılmayıb. Gəlin açaq baxaq. Bu dəfə başqasını aldım. Əslində ondan da razıydım. Sadəcə deyəsə Amazonda yox idi. Yestarda çox gec gəlir deyə sifariş eləmədim. Çünki biz gələn həftə Bakıya gedirik. Ginseng Revive Eye Serum. Baxın, belə bir şeydir. Və belə pompalı olmağı xoşuma gəlir. Bu Medicube-unki də elə idi. Görüm, yaxşı olar. Belə deyim, aydınlatma effekti olduğu deyilir. Sonra La Roche-un bu Sisa Plus-ını almışam. Mən bunu çox sevirəm. Çox gözəl kremdir. Yəni, mənim dərim yağlı olsa da, həm də qışda qurumağa meyillidir. Bu, yəni, üzümü çox gözəl edir. Məndə Mia Klinikanın Sisa kremi var idi. Ona görə bunu almırdım. Amma bu məncə hamısından qəşəngdir. Ona görə 100 ml-ni aldım. 100 ml-ni səhv eləmirəmsə. Bəli, 100 ml-ni aldım. 15 euroya mı nəyəsə çox əslində uyğun almışam. Bakıda mən eyni qiymətə 40 ml-ni alırdım. Və bir də Igora almışam. Igora 22. Bu nə üçündür? Bu saç rəngləyəndə saçdakı qızartını aparmaq üçün fındıq boyda Igora'dan əlavə eləmək lazımdır. Ona görə aldım mən də. Çünki keçən dəfə saçım çox belə narıncı tonlarda olmuşdu. İndi bu dəfə saçımı rəngləyəndə bu Igora'dan da qatacağam. Belə, alışverişim bunlar idi. Ümumiyyətlə bu ay ancaq özümə baxım məhsulları, belə şeylər almışam. Və bir-iki kosmetik məhsul da almışam. Onlar da gələcək, yəqin ki, bir-iki günə. Bir də Bakıya gedəcək deyə hədsiz çox, belə deyim, alası şeylərim var filan. Artıq yığışmalıyam yavaş-yavaş. Çünki vaxt elə tez keçir. Artıq bir həftə qalıb və heç nə hazır deyil demək olar. Ona görə belə sizə update vermək istədim. Ümumiyyətlə istifadə olunan məhsullar barədə hər hansı bir fikriniz varsa, rəylərdə bildirməyi unutmayın. Hələlik.